İğraqsız ərz edirəm ki, mən hüdudu 30 il dərs oxumuşam. Ənva əqsam riştələrə getmişəm, riştə dəyişmişəm. Danışqahda yəni riştə dəyişibsiz? Həm danışqahda, məsələn, mən diplomum 12 il, əvəzi 15 il çəkib. 3 il rədd olmuşam. Aha. Huşsuzluqdan yox, ehtiyatdan. Onu da dərs oxumağa ehtiyacınız var idi. Mənim kitab oxumağa ehtiyadım var idi. Bi qovli məruf uyuşturucu ehtiyadı yox. Elə olmuşdu ki, mən gündə bir dənə və elə gün olaydı, gündə 2 dənə cibi roman oxuyaydım. Nə qəşəng. Mərəddə də elə olmuşdu ki, mən klasda da şiimə fizikin içində, fizik dərsliyi o diplomda, dəhum yazdığımda mən roman oxuyurdum. O bahis oldu ki, mən dəhumda sesalı oldum. Da məni qoymadılar mədrəsəyə. Mən getdim, Niruy Həvaya yazıldım. Tehranda Niruy Həva ilə qruhbançılığına. Dəhum savadını. Dəhum savadı ilə. Mən 3-cü çıxdım imtahanı Virududa. Məsələn, 500 nəfər getmişdi, 100 nəfər götürəcəkdilər. Bir tədbir kağız verdilər ki, gətirək evimizdə bunları dolduraq. Əmi, əmmə, dayı, bunların adları və telefonları. 17-18 yaş. Bəli. Getdim mən doldurmağa, mən bir qardaşım ki, Allahın rəhmətinə gedibdi, Ərtəşdə olaydı. Allah rəhmət etsin. Zəncanda olaydı. O ki, eşitdi, mən istəyirəm Niruy Həvaya gedəm, tələsik gəldi Mərəndə. Mən də sevindim ki, gəlib formulları məndən köməkləşsin doldurmağa. Formular məndən aldı, cırdı hamısı. Ki, bir nəfərimiz Ərtəşdə yanırı, bəsdir. Mən yanıram, kafıdır, sən gərək diplom alcına əfsərisinə getdə. Mən apardı qoydum 1350-də yoldaşı əqqas var idi. Çehranama Mərəndən lab hünərmənd əqqası. Bəli. Onun yanında mən 1 il şahidlik elədim, 1 il Şəbanı getdim dərsə. Ta eləyə biləm ki, getəm Ruzaniyə. Ona görə diplomum mənim 15 il çəkib, sonra 53-dən 55-ə mən sərbazlıq eləmişəm. Bəli. 56-da mən konkura girdim, 3 rüştədə qəbul oldum. İlum idi, radioloji idi, amuzişyarı idi. Amuzişyarı behsislərə rəis becərdi idi. Təbii oxumuşdunuz dəbiristanda da təcrübi. Bəli, mən ilum təbii diplom idum. Mən radioloji ki, 1000 tümən o zamanın pulu, yəni məsələn, müəllim alıydı 700-800 tümən, radioloji bizə 1000 tümən aylıq verirdi ayda. Çünki biz təahhüd verirdik ki, qeytaq Şiri Xorşid deyən bimarstanlarda işləyək. Bəli. Çünki o 1000 tümən bahis olurdu ki, mən evə fişar gətirməyə, getdim Tehranda radioloji oxudum. Salı 57-də mən yenə konkura getdim. 3-cü seçimimdə təğziyəni qəbul oldum. Təbrizin danışqahında. Və konkuru təxəssüsi danışıdı təvanbəxşi Tehranda rişti kar dərmanıya nəfərə əvvəli İran oldum. Ki, bunlar ruznamədə yazılıbdı və kitabı Səfərnamə Nəxçıvan Bakuda da bunları karnamələrin qoymuşam ki, biri deməsin, iqraq eləyir. Bəli. Mən qərar idi bulan birini seçəm. Ustad rahnımamız radiolojida dedi ki, heç birinə getməcnə. Nimsal dovvumda mən qol verirəm, sən danış edib Batmanqiliçin pizişçisində oxuyacaqsan. Bu rütbəyə ki gətirmisən. Batmanqiliç Türkiyədə? İranda. Aha. Tehranda Batmanqiliç danışıdı, Şiri Xorşid idi, pizişçi becərdi ki, sonra oldu ilum pizişki İran. Müntaha mən heç birinə yazılmadım. Nimsal dovvumda da İnqilab-ı İslamı vüqua çatdı, danışqahlar bağlandı. Der nəticə mən Əzincamanda, Əzincaranda oldum. Çünki da danışqahlar bağlandı, o 2 riştəyə də səbtinam eləməmişdi. Bu arzuya pizişk olmaq məndə diri qaldı. Çox çalışdım. Deyə bilirəm, onlar konkurda şirkət elədim İrandakı danışqah azadda ya dövlətidə pizişkiyə gedəm. Müntəha üçün dərsim ilə fasilə açılmışdı, mən gedə bilmədim.
Məcbur oldum Türkiyəyə fikir eləyəm. 7 il Türkiyənin konkuru sərasərisində şirkət elədim. Ki pezeşkidən çıxar. Pezeşki və dendon pezeşki vurum. Çünki mən lisans idim. Bəli, bu 7 ildə heç vaxt müvəffəq olmadınız. 4-cü ildə pezeşkiyə çıxdım. Danış idi Qaradəniz Texnik Universiteti Trabzonda. Getdim, yazıldım, gəldim vəli yoldaşım ki məktəbdə şərik idik. O istəyirdi məktəbi yesin. Səhmimi yesin. Ona görə arzumu ayaqladım. Ötürüb gedə bilmədiniz. Gedə bilmədim. Çünki radioloji pul olmasaydı mən orada təhsil eləyə bilməzdim ki. Velladım. Bir il sonra şərikim ilə məktəbi savaşdıq, məktəbi bağladıq. Mən 2 ildə konkurda şirkət elədim ki, nə Türkiyədə, Dendon Pezeşkidə çıxdım. Şəhri Qoniyədə, Səlcuq Universitetində. Və getdim, yazıldım və şürubə təhsil elədim. Mənim 44 yaşım var idi, 18 yaşında uşaqları ilə mən diz-diz otdum, dərs oxudum. Müntəha oğlum Mərəddə Tizhuşanda oxuyurdu. Oftu təhsili verdi Qüssədən. Yəni rahimə yoxdur, bəli. Mən gördüm, məsələn, mənim uşağımla xoşlayacaqdı, mən döktür olacağım, ərzişi nədir? Çox çalışdım müntəqil eləyəm İrana. Nə Təbrizdə, nə Tehranda kömək eləyən olmadı. Məcbur oldum salı dovam, Dendon Pezeşkini velladım, gəldim cinə Mərəndə. Ay Mərəndi, biz əlbəttə başladıq uşaqlıqdan, nocavanlıqdan və çatdıq 44-45 yaşa. Çünki əlbəttə nə yaxşı ki, elə bu seyri, bu sürətlə tey elədik. Radioloji, Dendon Pezeşki, pezeşki, bunları hamısını təcrübə elədiniz, amma zahirən bir در واقع eşq, bir əlaqə sizin vücudunuzda var idi ki, həmişə sizlə həmrah idi. Söhbətlərinizin arasında da işarə elədiniz bir səfərnaməyə ki, özünüz yazıbsınız, Səfərnaməyə Naxçıvan Baku və bu əlaqəyi ki, sizin tarixə varizdir. Bu əlaqə hardan sizinlə həmrah idi və nə vaxt, nə cürəsi در واقع şükufa oldu və şükufa verdi və siz eləyə bilmədiniz ki, tarixdən keçəsiz. Çünki siz bu rivayətinizdə buyurdunuz ki, radioloji ötürdünüz, pezeşkiyə ötürdünüz, Dendon Pezeşkiyə ötürdünüz, amma zahirən tarixdən keçə bilməmisiniz. Niyə ki, uşaqlıqda mən sikkə yığaydım, saxsı yığardım. Məsələn, 17 yaşım olanda, 1349-da, mən gizlincə, ovurluqca, Mərəddən minmişəm otobosa, o zaman otobos idi, minibus idi. Gəlmişəm Təbrizdə, Ərkin getmişəm başına. Neçə yaşınızda? 17 yaşımda. Dərhalı ki, o zaman Mərəddə oluydu, müəllim ilə, heç kəsdə bu əlaqə yox idi. Şayət heç Təbrizlilərin də çox heç Ərkin başına çıxmayıblar. Bunlar yetirirdi ki, mənim tarixi əlaqəm var. Bəli. Və əgər mənə məsələn, düz yol görsədən olsaydı, mən tarixə geçsəydim, iğraqsız, qabartmamış ərz eləyirəm ki, mən eləyə bilərdim cəhanı bir dənə tarixçi olan. İndi məsələn, məndən qabaq Mərəndə 3 dənə kitab yazıblar. Tarix kitabı. Çünki Mərəndən ömrü, yaşayışı hətta gəl 6 ta 8 min ildir. Yəni o təpələri ki, Mərəddə vardı, Kültəpə, Təpə, Qəl'ə, 20 dənədən çox Mərəddə Kültəpə və Qəl'ə vardı. Bunlar görsədir ki, bizim şəhrimiz qədimidir. Vəli tariximizdə çoxlu yalanlar yazılıb. Bir də məsələn, mən kitabımda gəlmişim bu yalanları islah eləyəm. 3 dənə kitab məndən qabaq yazıblar ki, Mərənd şəhər 6000 illikdir, qəbul. Və میگویند مرند را دختر ترسایی به نام ماریا احداث شده است. Yəni biri düşünməyib ki, əgər Mərəd 6000 illik şəhər idi, Doktor Tersa, yəni Doktor Məsihi 2000 il ilə 6000 il tutmaz. Ya o düzdür, ya bu düzdür. Əgər bu düzdür deyənmərək Mərəd 6000 illikdir. Dərhal ki, qələlər görsədir ki, 6-dan da çoxdur Mərəndin ömrləri, o sarsılar ki, çıxır. Məsələn, əvvəlin nəfərəm ki, onları mən rədd edirəm.
Ay Mərändi, bu tarixə əlaqə baisi oldu ki, siz bir dəfə də konkur verəsiniz və tarix oxuyasınız. 3 dəfə konkur verdim mən. Tarixə xatir. Bəli. Mən vaxtı Türkiyədən dənnam fiziki verildim, gəldim. Təbən mənə az nəzəri ruhu ağır idi. Çünki heç kim dənnam fizikini oxuya verilib gəlməz. Bəli. Və görürdüm ki, da mən fiziki radiologiya əlaqəm yoxdur. Şəbistərdə mən 3 il konkur verdim və tarixə qəbul oldum. Fوق lisansı Şəbistərdən aldım. 83-də, 80-da getdim, 83-də bitirdim. Müntə sədaqətimi orada göstərirəm ki, mən heç bu mədrəki bimaristana vermədim. Ki, məsələn, mənim hökmümü dəyişsinlər, hökmüm çoxalsın. 86-da baznişəst oldum. Və tez payannaməm üçün vaqən zəhmət çəkmişdim. Kitab elədim, به نام نگاهی به تاریخ مرند. Çox ali. Və 86-da ki baznişəst olmuşdum, 90-da da getdim Türkiyədə, Ərzurumdan pəziriş aldım doktorasına. Və Doktorayı tarix almaq. Bəli. Ağa, vəli bir belə dərs oxumaq yaxşıdır. Yəni orada da mən 4 il baznişəstlikdən sonra, yəni bu yetirir ki, mən elmidən ötü getmişəm. Bəli. Həzin eləmişəm. Və bu ki buyurdunuz 30 il dərs oxumuşam, indi əyan oldu ki, vaqəən 30 il şahid də çox olubdu. Sizin hesab əlinizdən çıxıbdı. Ay Mərändi, söhbətlərinizi işarə elədiniz səfərnaməyə Naxçıvan Bakıya. Fikir edirəm ki, bu dastanı rivayət eləyək və görək ki, rişəsi harda idi. Siz Naxçıvandan sonra Bakıya da müsafirət elədiniz ya yox? Bəli. Naxçıvandan getdim. Mərdum Bakı ilə Naxçıvan arasında fərqli idi, mütəfavit idi. Onlar biraz az nəzəri geyim modernitər idilər. Qızıl dişləri az idi. Çünki Naxçıvanlıların çoxunun qızıl dişləri var idi ki, qızıl diş az nəzər səlaməti düzdür. Çünki onun izi olur, xorayan həzmində çox ondan ötüdür. Yəni salim dişə qızıl qapaq qoyduraydılar. Nui haləti qürur sərmayedarısı idi. Biz Naxçıvandan istəydik gedək Bakıya, təbən qatar yox idi, çünki yol kəsilmişdi. Biz istədik oradan gedək. Məsələn, əfsər dedi ki, zimninki polislər şədidən rüşvəxor idilər, şədidən. Yəni zoran vəsaildən götürürdülər. Və çox rahat dedi ki, pul verin, mən yoldaşımın samyolotu var, deyim gəlsin. Samyolot nə mənədir? Helikopter. Aha. Helikopter sizə aparsın. Etimad eləmək olmaz ki. Biz getdik, bilet aldıq Frutqatdan. Frutqatda ərz eləyim ki, 200 otaqdan idi. Məsələn, hamımız getdik Frutqatın damında otduq. Kəvapıyma gəldi, hamı yerdə gediydi, gəliydi. Yəni, məsələn, otobusla aparıb gətirir, yox. Biz getdik Bakıya. Bakıda, məsələn, biz 4 dənə, 5 dənə hotel müsafirxana var idi o zaman. Azərbaycan idi, Abşeron idi, Şərq idi, 2-3 dənə də cıqqılı idi. Biz heç birində yer tapamadıq. İranlı qardaşlar hamısını doldurmuşdular. Bir dənə cəmi oteli var idi, hotel cəmi. Dedik, ranəndə orada bir şey ki bizdən yaxçıdır, həm bekarlıqdan, həm fizulluqdan. Taşsıçılar müsafiri ötürmürlər. Yəni, biz ilə gəziydi, bizə hotel tapsın. Dedi ki, bir də hotel cəmi var, gedək ora. Getdik hotel cəmiyə, gördük bir dənə yekə cəmidir, çox yekə. Vəli, çünki bir tərəfi hofrə dəlinmişdi, zənciri ilə bağlamışdılar sahilə. Bəli. Cəminin otaqların, kabinlərin üçün olan təxləri olaydı. Bəli. Müsafirxana eləmişdilər. Getdik, şöydük, orada doludur İranlıları ilə. Biz getdik bir dənə kifir yer tapdıq, qonaq evi adında, Nərimanov küçəsində. Orada qaldıq.
Müntaha mən üçüncü dəfə gedəndə yar köməklik elədi ki, mən əyalım ilə getmişdim. Biz bir xanvadə ilə otobusda aşina olduq ki, Mərəndiyül əsl idilər, Təbrizdə olaydılar. Olay deyirlər ki, bizim əmoğlumuz bu da vəziri Kişavərzidir, Taxıl Bakanlığıdır. Onun hoteli vardı. Çün oyda çok basmaq rayic idi də, yalan deyirlər. Vəli biz vaxtı da yer tapanmadıq, sabah olay verən adresə getdik. Orada gördük ki, bir dənə hotel vardı, 5 dənə suiti vardı. Bir saxtamanda adı da Mərənd Hotelidir. Yəni o vəzirin üçün dədəsi Mərədli idi. Ruya təəssüb Mərəd Hoteli qoyub. Və calibliyi bu idi ki, biz oyda bir həftə qaldıq. 2 günün bizə royayı günü idi. Niyə ki, gecələr Zəlimxan Yaqub vardı, şair. Bəli. Və suitlərin birində biz qaldıq, birində Səlmaslı dostumuz vardı, o qaldı. Birində də gördük Yahya Şeyda ilə, rəhmətli Yahya Şeyda və rəhmətli Azadə Ülyayı ki, Təbrizlidir, Kərizdə böyük şairlərdəndir. Onlar orada qalırlar. 2 gün onların sözlərinə biz qonaq olduq. Mənə qəşəng xatirə idi ki, məsələn Zəlimxan Yaqubu ilə, Yahya Şeyda ilə məsələn çay çağı oturaq bir qeybət deyib gülək ki, əkslərini də vurmuşum kitabda. Çox gözəl. Bir dənə şəxsi sualım vardı. Mən özüm hər dəfə Araz qırağına gedərəm ya bir məntəqəyə ki, mərz var. İranla o biri məmləkətlərin arasında bir qüssə, bir nisçil ürəyimdə olar. Siz barha o mərzi görübsüz və hətta rədd olubsuz. İndi də mərzə yaxınlaşanda sizin yenə o hissiz vardı. Dəqiqən. Bir ayrılıq hissi var biləzdə. Mən ağlamışam o tayı görəndə. Yəni onu da bu hissi ilə ki, niyə ayrılıblar? O kitabda da dəqiqən yazmışam ki, keçən rejimlərə mən lənət oxumuşam ki, niyə qoyublar məsələn Azərbaycan, Ermənistan, Gürcüstan ayrılsın. Bir dənə kitab vardı. Nəbərdə Göktəpə. Bəli. Onu mən oxuyanda Allah şahiddə ağlamışam. Dərhal ki, Türkmənlər qətlanma olublar Ruslan təvəssütü ilə. Qacar Nehru yollamayıb. Həmən axırda sonuc veribdi əhdinaməyi Axala. Yəni Türkmənistan bizdən ayrılıb. Dərhal ki, onlar istəmirdilər İrandan ayrılsınlar. Bir də məsələn Gəncə, Bakı istəmirdi İrandan ayrılsın. Elə yenə mən məcburam o kitaba çeləyəm, çünki o mənim məktub əqaidimdir. Bəli. Bakıda, Gəncədə bizim bir dənə qəhrəmanımız var Cavadxan adında. Cavadxanı Gəncəyi. Ona İranda da zülm olur, İran tarixində də zülm olur. Çünki deyirlər ki, türkdür. Bakıda da zülm olur, saymırlar ki, İranlıdır. Niyə ki, Cavadxan oğlu, 2 qardaşı 2000 Gəncəli şəhid olublar, ta qoymasınlar Gəncə İrandan ayrılsın. Və vaxtı Rusiya oranı alıbdı, 12.000 nəfərdə arvad uşaq qətlam eləyibdi. Dərhal iş biz eləyə bilərdik, indi sembol eləyək Cavadxanı. Çünki o İrandan ötürü şəhid olubdu. Nə Türklükdən ötürü olub, nə Bakıdan ötürü. Nəticə biz eləyə bilərdik ki, onun mücəssəməsinin töhmağı ilə görsədək ki, bunlar istəmirdi İrandan ayrılalar. Söhbətlərimizdə işarə elədik 30 neçə il bundan qabaq. O zaman ki, Naxçıvan milləti ilə irtibat qururdu, söhbət edirdiniz. Təsəvvürləri, tələqqiləri bu idi ki, farslar türklərin haqqında zülm edirlər. Azma çox yenə də o təsəvvür və tələqqi vardı, amma bizim irtibatımız həmişə Azərbaycanla hifz olubdu. Cahdan azalıb, cahdan çoxalıb bu irtibat, bəli qırılmayıbdı. Bu keçən illərdə də bir seri təlaşlar olur ki, bu iki millətin rabitəsi aradan getsin. Fikir edirsiniz ki, aya niyazdır ki, bu irtibat həmçinin hifz olsun və nə cürəsi edə bildik ki, bu rabitəni daha da möhkəmlədək.
bizim vaqəən iştirakatımız çox-çoxdur. Tariximiz eyni həmdir. Yəni 100 il, 150 il qabaqacan Naxçıvan, Gəncə, Bakı, İran sayılırdı. Bəli. Yəni onlar bizim qardaşlarımızdır. Eyni irq, eyni qan, eyni dil. Və dünyada ikinci keşvərdir ki, keşvəri Şiədir. Əksəriyyəti Şiədir. Yəni ya məsələn qəhrəmanhay tariximiz bölünə bilməz ki. Koroğlu bölünə bilməz, Qaçaq Nəbi bölünə bilməz, saray bölünə bilməz. Bunlar yəni bizim kültürümüzdə, fərhəngimizdə vardılar. Ona görə biz bunlardan əgər istifadə eləyək, yenə biz eləyə bilirik onları özümüzə cəlb eləyək. Düzdür. Məmnunam ağay Mərəndi əziz. Çox məmnunam. Lütf elədiniz. 1370-dən bu yana rivayət elədiniz. Biz üçün çox cəzzab idi. Biz bir rəsmi yadigar bir hədiyyə təqdim elərik əziz qonaqlarımıza ki, ilməkdən yadigar qalsın böylələrinə ki, mən bunu ehtiramla sizə təqdim edəcəm. Əlbəttə dostlarımız kat verəcəklər ki, mən duram ayaq üstə təqdim edeyim. Yaşayın. Ağalıq eləyirsiniz. Çox sağ olun.